xaricə gedən adamlar özlərinə televizor alırlar çox vaxtı. Gələndə Bakıya müəyyən problemlərlə rastlaşırlar. Region məsələsi çox vaxt olur. Bir də elə avadanlıqlar var ki, gəlirlər burada toka taxırlar, yanır avadanlıq. Mən nə məsləhət eləyərəm? Məsələn, bu televizordur. Bunun arxasında nakleykaya baxırsınız. Burada voltajına baxırsınız. Orada yazılmalıdır 100 voltdan 240 volta qədər. Bu həm Amerika şəbəkəsinə uyğundur, həm Avropa şəbəkəsinə uyğundur. Sonra lazımdır ki, siz menüsünə girib, orada regiona baxasınız ki, iminlə hər hansısa bir 3-4 dənə ölkə olmasın. Bütün dünyanın ölkələri olsun. Bu global proşifkadır. Global proşifka olanda və voltaj olanda siz rahat olaraq Azərbaycanda həmin televizor istifadə edə biləcəksiniz və YouTube-dan da istifadə edəcəksiniz, digər proqramlardan da istifadə edəcəksiniz rahat. Həm Crossman'ı deyirlər ki, götürmür. Bu məsələ də həll olunmuş olacaq. Yəni voltajına bir də proqram təminatına baxsaz, mən düşünürəm ki, problem yaşamayacaqsınız.